Herkese salam əziz 5-ci sinif şagirdləri. Necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə riyaziyyat 5-ci sinif dərsliyində səhifə 18-dəki bütün tapşırıqları yerinə yetirəcəyik. Videomuza keçmədən qabaq kanalıma abunə olmağı, like atmağı və yorum yazmağı unutmayın. Gəlin indi səhifəmizi açaq. Aha, səhifəmizi açdıq əziz şagirdlər. Dərsimiz natural ədədlərin toplanması və çıxılması mövzusudur. Deməli, mən buranı belə sizə işarətləyim. Sizlər üçün işarətləyim belə mövzumuzu. Aha. Və cəmi təxmin etmə. Mən indi bunun haqqında sizə qısaca məlumat verəcəyəm. Sonra isə tapşırıqlarımızı keçid alacağıq. Gəlin birinci oxuyaq. Böyük ədədləri toplamaq və çıxmaq üçün kalkulyatordan istifadə edilir. Dərs zamanı Nailə 4470 üstəgəl 5398 cəmini kalkulyatorda hesabladı və ekranda 49868 ədədi göstərildi. Bu cavab doğru ola bilərmi? Nailə ədədləri daxil edərkən düymələri səhv basmış ola bilərmi? Böyük ədədlər üzərində toplama və çıxma əməllərinin düzgün yerinə yetirilmədiyini bilmək üçün təqribi hesablamalarla fikir yürütmək məqsədə uyğundur. Cəmi və fərqi təqribi hesablamanı müxtəlif üsullarla yerinə yetirmək olar. Bizə görürsünüz, sarı hərflərlə nümunə yazılıb, yəni bizə nümunə verirlər. Stadiondakı konsertdə birinci gün 10.097, ikinci gün isə 11.358 tamaşaçı gəldi. Konsertdə 2 gündə təxminən neçə tamaşaçı gəldi? Birinci əlli, əziz şagirdlər, biz bunu müxtəlif yollarla yaza bilərik, yəni cəmini təxmin edə bilərik. Bizə 2 dənə belə yolu verilibdir. Gəlin biz birinci yoluna baxaq. Birinci yolunda deyir, soldan sağa birinci rəqəmə görə təxmin etmə. Belə yazıblar ki, 10.097 üstəcə 11.358. Bunu necə asan yoxlamaq lazımdır, onu da burada yazıblar. Baxın, nə ediblər burada? Gəlin biz birinci mərtəbələri sayaq, sizin də başa düşməniz üçün. Sayaq əziz şagirdlər o zaman. Baxaq. Birinci 10.097-dən başlayaq. 7 nədən şagirdlər? Gəl mərtəbələr ayıraq. Təklik, 9 onluq, 0 yüzlük, 0 minlik və 10 minlik. Deməli, bu birinci rəqəmi 10.000-dir. İkinci ədədimizdə 11.358-dir. Bunu da biz mərtəbələr ayıraq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Bu da deməli birinci ədəd 10 minlikdir. Yəni bu iki ədədin birinci rəqəminin elə bir ifadəsi eynidir. Rəqəmlərin sayı da eynidir. Biz nə edirik? Asan tapmaq üçün bu da 1000-dir, bu da 1000-dir deyə hər ikisini toplayırıq, cavab 2000 edir. İkinci yolu keçməmişdən qabaq mənim üçün ən asan yolu birinci yoldur. Sizin üçün də hansı yol asandırsa yaza bilərsiniz. 2-yə keçək. Soldan sağa ilk 2 rəqəmə görə təxmin etmə. Bəli. Neçədir? Birinci rəqəmimiz 10.097 üstəcəl 11.358. Yenə sayırıq. Elə eyni rəqəmdir, yenə sayırıq amma. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Digər ədədi sayırıq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, hər ikisinin birinci rəqəmi 10.000-dir. Nə edirik biz bunda da? Baxırıq, əziz şagirdlər, baxırıq. Birinci ədədimiz 10.097-dir. Biz rəqəmlərinə görə yuvarlaqlaşdırırıq.
10.097 nədir əziz şagirdlər? 97-yə baxaq. 10.097, 97 10.000-ə yaxındırmı? 10.097-dəki 97. Bəli, yaxındır. Ona görə biz bunu 10.000 kimi ifadə etmək olar. İkinci ədədimiz 11.358. Baxaq, artıq bu 100-dən keçib axı. Yəni artıq bu 11.000-ə yaxın deyil. Ona görə də biz keçib deyə yazacağıq. Yəni biz nə deyirdik, əziz şagirdlər? Əgər 500-dən keçibsə, onda növbəti ədədə yaxındır. Bu neçədir? 358. Deməli 500-dən keçməyib. Deməli bu da olacaq 11.000. Cavabı da neçədir? 21.000. 3. Toplananlardan birini mümkün qədər kiçik mərtəbəyə qədər yuvarlaqlaşdırdıqda əlverişli şifahi hesablama seçməklə bu halda təqribi qiymət dəqiq qiymətə daha yaxın olacaq. Sonra yazılıb təqribi cəm 10.100 üstəgəl 11.358 bərabərdir 21.458. Deməli biz burada dəqiq hesablamırıq da. Yəni nəyə yaxındırsa elə hesablayırıq. Dəqiq oturub sayıb hesablamırıq. Yəni hara yaxındırsa elə hesablayırıq da. Amma dəqiq cəmə baxdıqda, dəqiq cəmdə yazıb 10.097 üstəcə 11.358. Cavab 21.455. Biz burada əziz şagirdlər, biz artıq burada dəqiq hesablamış oluruq. Yəni dəqiq dəftərdə hesablamış, belə yəni. Daha doğrusu dəqiq hesablamış oluruq. Ona görə də burada da bizi təqribi cəm, dəqiq cəm nə deməkdir başa salmaq istəyir. Sonra deyir göründüyü kimi 21.458. Təqribi cavabı 21.455. Dəqiq qiymətə daha yaxındır. Bəli, əziz şagirdlər. Burada da izahı da verilibdir. Yalnız toplananlardan birini 10.097'ni yüzlüklərə qədər yuvarlaqlaşdırdıq. Yuvarlaqlaşdırılan mərtəbə qiyməti nə qədər kiçik olarsa, təqribi qiymətlə dəqiq qiymət arasında fərq də o qədər olacaq. Aha, biz izahımızı bitirdik. Yəni burada biz izah edirdik. Mən də özümdən sözlər artıraraq sizə izah etdim. İndi öyrənmə tapşırıqlarına keçirik. Yəni tapşırıqları birlikdə həll edirik. Baxaq. Cəmi dəqiq qiymətə daha yaxın olan təxmin etməyə çalışın. Təxmin etmə üsulumuzu izah edin. Burada bizə rəqəmlər verilmişdir. Gəlin bunu biz təxmin edərək, yəni dəqiq cavabını yazmayacağıq. Biz bunu təxmin edərək cavabını yazacağıq. Keçək A bəndinə. 6145 üstəcə 3002. Biz nə edirdik? Yuvarlaqlaşdırırdıq da əziz şagirdlər. Baxaq, 6145 nəyə yaxındır? 6145 elə 6145 qalacaq, amma 3002-ni yuvarlaqlaşdıracağıq, baxacağıq. 2 artıq 5-dən keçməyib, bax, 5-dən aşağıdır. Deməli, nəyə yaxındır? 3000-ə. Deməli, təxmini cavabı olacaq əziz şagirdlər. Gəlin mən demədən qabaq cavabını bir yerdə hesablayaq. 6145 üstəcəl 3000 elə 2 sildik ta. Bildik ki 2 artıq 3000-ə yaxındır deyə onu 3000 kimi ifadə edirik. Deməli yazacağıq ki 6000-in ən asan yolu ilə hesablamağı necədir? 6000-in üzərinə 3000 gəlir, 9000 üzərinə 145 gəlir. Neçə eləyir? 9145. Deməli təqribi cavabı 9145-dir. Keçək B-yə. 3654 üstəcəl 372. Mən A bəndində belə mərtəbələri ayırmağı unutdum. O zaman sizə daha asandır. Amma bunlarda ayrım gəlin. Gəlin birinci 3654-ü mərtəbələrə ayıraq. Baxaq. Təklik, onluq, yüzlük, minlik. Deməli bu
4 rəqəmlidir. Yəni təklik onluq, yüzlük, minlik. Birinci tək ədədi neçədir əziz şagirdlər? 3'dür. 372'ye baxaq. Təklik, onluq, yüzlük. Deməli, bu da 3 rəqəmli ədəddir. Nədir? Birinci rəqəmi nədir əziz şagirdlər? Birinci rəqəmi də o birisində olduğu kimi 3'dür. Amma ondan fərqli bu 4 rəqəmli deyil, 3 rəqəmli ədəddir. Bunu da bizdən yuvarlaqlaşdırmağımızı istəyir. Necə eləyəcəyik əziz şagirdlər? 3654 plus 372. Deməli, yenə əziz şagirdlər 3654 olduğu kimi qalacaq, yəni onu yuvarlaqlaşdırmayacaq. Amma 372-ni yuvarlaqlaşdıracaq. 2 nədir əziz şagirdlər? 5-dən aşağıdır. Deməli, 370-ə yaxındır. Biz bunu neyəcəyik? Yazacağıq ona görə də 3654 üstəcər 300. Yəni artıq 70-ni yazmayacağıq. 302-ni yazmayacağıq. Yəni yenə deyirəm, yazacağıq artıq 3654 plus 370. Artıq yenə deyirəm, 2-ni yazmayacağıq. Yəni biz yuvarlaqlaşdırdıq, oldu 370. Cavabını da tapmaq üçün 3654'ün üzərinə 372 gələcək. Cavab da edəcək 4024. Keçək C-yə. C-də deyir 500 üstəcə 2150. Gəlin biz bunu da mərtəbələrimizə tez-tez ayıraq. Tez. Hə. Gözləyin bir dəqiqə. Hə, ayıraq. Baxaq, təklik, onluq, yüzlük. Deməli, bu 3 rəqəmli ədəddir. Yəni, birinci rəqəmi yüzlükdür. Digər ədədimiz 2150. Onu da sadalayaq, mərtəbələrə ayıraq. Təklik, onluq, yüzlük, minlik. Bu da 4 rəqəmli ədəddir. Yəni, 503 rəqəmi bu 4 rəqəmli ədəddir. Və əziz şagirdlər, ilk birinci ədəd rəqəmi 2'dir. 500 üstəgəl 2150. Burada heç bir dəyişiklik baş verməyəcək. Elə də 500'ün üzərinə 2150 gələcək. Çünki artıq burada yuvarlaqlaşdırmaq lazım ədəd yoxdur. Bilirsiniz niyə? Çünki baxın, bu neyirdik biz? Baxın, sonuncu rəqəm də 0'dır, sonuncu rəqəm də 0. Burada da 500'də də sonuncu rəqəm 0'dır. 2150'də də sonuncu rəqəm 0'dır. Biz 0 olanda neyirdik? 0 olanda heç bir ədədə yuvarlaqlaşdırmırdıq. Elə də yazıldığı kimi də hesablayırdıq. Yəni 2150'nin üzərinə gələcək 500. Tez hesablayaq. Elə 2000'i qoyaq bir qırağa. 100'ün üstünə 500 gələ 600. 50'ni də əlavə eləyə 650. 2 də var idi deyə oldu 2650. Keçək biz D bəndinə 1999 üstəcəl 999. Burada da biz tez hesablayaq, mərtəbələr ayıraq, tez yox. Təklik, onluq, yüzlük, minlik 4 rəqəmli ədəddir. Birinci ədəd isə 1'dir. 999'a baxaq tez. Təklik, onluq, yüzlük 3 rəqəmli ədəddir. Birinci rəqəmi də 9'dur. Biz burada 1999'u yox, 999'u yuvarlaqlaşdıracağıq. Neynəyəcək? Artıq bu 5'dən keçdiyi üçün 1000'ə yaxın olacaq. Yəni 1999'un üstünə artıq gələcək 1000. Bu neçə edəcək əziz şagirdlər? Deməli edəcək 2999. Keçək E bəndinə. 4003 üstəcəl 2968. Bunu da tez mərtəbələrə ayıraq. Birinci 4003'ü.
təklik, onluq, yüzlük, millik. Deməli, bu 4 rəqəmli ədəddir. Birinci ədədi 4-dür. 2968-i tezləyək. Təklik, onluq, yüzlük, millik. Deməli, əziz şagirdlər, bu da 4 rəqəmli ədəddir. Birinci ədəd isə 2-dir. Biz burada yuvarlaqlaşdırmamız lazım olan ədəd hansıdır? 4003'dür. Biz 4003'ü yuvarlaqlaşdıracağıq. Biz də demişdik 5-dən yuxarı olanda artıq növbəti ədədə yaxındır. Burada artıq 5-dən aşağıdır deyə elə 4000-də elə 4000 hesablayacağıq. Yəni 5-dən aşağıdır deyə 4000 olacaq. Yazacağıq 4000 üstəgəl 2968. Cavab neçə edəcək? Cavab 6958 edəcək. Bir dəqiqə 6958 yox olacaq 6968 çaşdım. F-yə keçək 7741 üstəgəl 685. Deməli sayaq bunda mərtəbələrə ayıraq. Birinci 7741-i. Təklik, onluq, yüzlük, minlik. Deməli, bu 4 rəqəmli ədəddir. Birinci rəqəmi də 7-dir. 685-ə baxaq. Təklik, onluq, yüzlük. Bu da 3 rəqəmli ədəddir. Birinci ədədi 6-dır. Biz indi hansı ədədi yuvarlaqlaşdırmalıyıq? Əziz şagirdlər, biz burada 7741-i yuvarlaqlaşdıracağıq. Yenə deyirəm, biz nə demişdik? 5-dən yuxarılar artıq növbəti ədədə yaxındır. Bu 5-dən aşağıdır deyə, yəni 1 olacaq elə 7740. Yəni 685-i yuvarlaqlaşdırmayacağıq. Yazacağıq ki, 7740 üstəgəl 685 neçə edər əziz şagirdlər? Edər 8425. Keçək ikinci çalışmamıza. Aha, oxuyaq ikinci tapşırığımızı. Verilən ədədlər arasında elə 2 ədəd seçin ki, onların cəmini tam yüzlüklərə ifadə etmək mümkün olsun. Siz bu ədədləri seçmək üçün hansı fikirləri yürüdürsünüz? Gəlin tapaq. Yəni demək istəyir ki, onlar elə bir ki, elə ədəd yazmalıyıq ki, yəni yuvarlaqlaşdırdıqda yüzlüklərə tamam olsun da, elə ədəd seçməliyik ki, biz də bunlardan hansı ədəd seçə bilərik? Əziz şagirdlər, birinci rəqəmimiz nədir? Baxaq tez. 110 rəqəmdir. Baxaq 110. Baxaq tez 110, baxın 110 neçəyə yaxındır? 110'u işarələnmək ola bilər. Çünki 110 ədədimiz də, əziz şagirdlər, yaxındır 100-ə. Digər ədədimizə baxaq. Digər ədədimiz isə, mən belə qısa yazdım. Yəni, əziz şagirdlər, mən belə qısacası, yəni artıq çox vaxtımızı itirmədən belə altına xətt çəkdim. Yəni, cavablar 110, 360, 420, 490, 840 və 980. Keçək tapşırıq 3-ə, əziz şagirdlər. Oxuyaq çalışma 3-ü. 4 ədədin cəmini 2 yuvarlaq ədədin cəmi ilə əvəz edin. Toplama əməlinin xassələrin tətbiqini göstərin. Yəni, necədir, əziz şagirdlər? 291, üstəgəl 56, üstəgəl 209, üstəgəl 24. Biz bunu necə 2 yuvarlaq ədədin cəmi ilə əvəz edə bilərik? Əziz şagirdlər, biz belə yaza bilərik. Biz bunu necə asan 2 yuvarlaq ədədin cəminə çevirə bilərik, əziz şagirdlər? Biz 2 rəqəmli ədədlərlə 3 rəqəmli ədədləri, elə bir ki, burada 2 dənə 2 rəqəmli ədədimiz var. 2 dənə 2 rəqəmli ədədimizdən biri 56, biri 24. Biz birinci bunları cəmləyirik, sonra 3 rəqəmli ədədlərimizi bir-birinə cəmləyirik. Yəni 291-in üzərinə 209 gəlir. Gərək 56-nın üzərinə 24 gələk neçə edir? 80. Sonra 291-in üzərinə gələk 209 neçə edir? 500. Deməli 500-ün üstünə 8 gəlirik. Edir 500-ün də üzərinə 80 gəlirik, edir 580.
Deməli, ədədimiz nə oldu əziz şagirdlər? 580. Baxın, belə toplayaraq, yuvarlaqlaşdıraraq belə çevirə bilərik. İkinci ədədimizə baxaq. 1283, üstəgəl 238, üstəgəl 117. Üstəgəl 1362. Əziz şagirdlər, biz bunu asan hesablamağın yolunu tapdıq da. Elə bir ki, bu misallarda əgər 2 dənə ədəd 3 rəqəmli məsələsini deyirəm. 2 ədəd 3 rəqəmli, 2 ədəd 2 rəqəmli ədəddirsə, deməli 2 rəqəmli ilə 2-lini, 3 rəqəmli ilə də 3 rəqəmlini toplayırıq. Burada da əziz şagirdlər, baxaq. Burada da 2 dənə 4 rəqəmli ədəd verilmişdir. 1083 və 1362. 2 dənə 4 rəqəmli və 2 dənə isə 3 rəqəmli ədəd verilmişdir. Ən asan yolu 4 rəqəmli ilə 4 rəqəmlini, 3 rəqəmli ilə də 3 rəqəmlini toplayırıq. Yəni 1283 ilə 1362-ni daha asan olsun deyə toplayırıq. Sonra da 238 ilə 117-ni toplayırıq. Gəlin birinci biz 1283 ilə 1362-ni toplayaq. Neçə elədi cəmi? Deməli biz bunları topladıq. Yəni 1283 ilə 1362-ni elədi 2645. İndi isə biz 238 ilə 117-nin cəminə baxaq, tez hesablayaq. 200 üstəgəl 100, 338-in də üzərinə 17. Eləyir 55. Deməli, nə oldu rəqəmimiz? 355. İndi isə biz 2645 ilə 355-in cəmini tapırıq. Neçə edir? Edir 3000. Deməli, ədədimiz 3000-dir. Digər ədədləri də əziz şagirdlər 2 dənə ədəd qaldı. Bunu da sizə mən dediyim yolla yuvarlaqlaşdıraraq, məsələn, yenə sizə izah edeyim. Bunun 561 üstəgəl 289 üstəgəl 39 üstəgəl 211-də neçədən 3 rəqəmli ədəd var? 3 rəqəmli ilə 3 rəqəmlini, 3 rəqəmli ilə 3 rəqəmlini və yəni burada artıq fərqlənibdir də. 3 dənə 3 rəqəmli ədəd verilib. Biz birinci bunların cəmini tapırıq, sonra üzərinə 39 gəlir. Belə siz də həll edin. O 889-u da belə siz həll edin. Yəni mən dediyim kimi 3 dənə elə bir ki 3 dənə 3 rəqəmli ədəd topluyor. Sonra da üzərinə 68 gəlir. Belə. Əziz 5-ci sinif şagirdləri, videomuzun sonuna gəldik. Kanalıma abunə olmağı, like atmağı və yorum yazmağı unutmayın. Sağ olun əziz şagirdlər. Gələn səfərlərimizə qədər. Sağ olun.